Hamıya salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sadiq müəllim. Bugün bu kanalda sizinlə bərabər ilk videomuza başlayırıq və düşündüm ki, ilk addımımızı elə bir əsərdən atmalıyıq ki, həm ruhumuza toxunsun, həm də milli vəznimiz olan heca vəzninin bütün qapılarını üzümüzə açsın. Söhbət Qasım bəy Zakirin məşhur Badi Səba mənim dərdi dilimi qoşmasından gedir. Bəlkə də çoxumuz onun misralarını hardasa eşitmişik. Məsələn, Badi Səba mənim dərdi dilimi ol büt zibaya dedin. Nə dedim? Amma bəstəri möhnət nədir? Aşiq niyə özünü payı bəstə adlandırır? Və ən əsası Zakir bu sualları niyə səhər yeli, yəni Badi Səbaya verir? Bugün bu videoda bunlardan danışacağıq. Eyni zamanda bu videoda biz sadəcə şeir oxumayacağıq. Biz o dövrün ruhuna səyahət edəcəyik. Anlaşılmayan hər bir sözün sirrini açacağıq və imtahanda qarşımıza çıxa biləcək janr xüsusiyyətlərinin hər birini bir-bir təhlil edəcəyik. Əgər ədəbiyyatın dərinliklərinə mənimlə birlikdə enmək istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Xoş rəyləriniz varsa mənimlə bölüşməyi unutmayın və hansı mövzuda videolar çəkim deyə fikirləriniz varsa da mənimlə bölüşməyi unutmayın. Çünki bu kanalda ədəbiyyat darıxdırıcı terminlərdən ibarət deyil, yaşanmış duyğulardan ibarətdir. Hazırsınızsa Qasım bəy Zakirin dünyasına enək. Şeirin müraciət obyekti Badi Səba ifadəsidir. Badi Səba səhər yeli deməkdir. Sual verə bilərsiniz ki, məhz niyə Zakir səhər yelinə müraciət edir? Bu onun icadıdırmı? Təbii ki, xeyr. Badi Səba ifadəsi həm Azərbaycan ədəbiyyatında, həm də şərq poeziyasında köklü bir ənənədir. Bəs niyə Səba küləyi? Ona görə ki, o aşiqin sirdaşıdır, dostudur və aşiqin ülvi duyğularını qarşı tərəfə, yəni məşuqəyə çatdırmaq üçün istifadə olunan simvolik bir obrazdır. Bir vasitəçi obrazdır demək olar. Qasım bəy Zakirdən çox-çox əvvəl Şah İsmayıl Xətainin Dəhnamə əsərində Pəriyə məktub göndərmək üçün məhz Səbadan istifadə olunmuşdu. Eyni zamanda Dahi Məhəmməd Füzulinin də əsərlərində biz bunu müşahidə edirik. Belə bir şeirini xatırlayıram. Səba lütf etdin, əhli dərdə dərmandan xəbər verdin. Təni məhsunə candan, canə canandan xəbər verdin. Xəzani qəmdə gördüm izrabı bülbülü zarın. Bahar əyyamı tək gülbərci xəndandan xəbər verdin. Burada Səbanı müraciət obyekti olaraq istifadə etmişdi Məhəmməd Füzulidə. Əsərin müraciət obyekti orijinal olmadığı kimi, eyni zamanda mövzusu da orijinal deyil. Ona görə ki, aşiqin öz taleyindən, sevgilinin vecsizliyindən, çəkdiyi əzablardan gilə-güzar etməsi Füzulidən də daha əvvələ dayanan bir mövzudur. Məsələn, ürək dərdi mövzusu klassik qəzəllərin onurğa sütunudur deyə bilərik. Məsələn, Füzulinin Məni candan usandırdı qəzəlini oxusaz, bunu da oxusaz baxarsınız ki, məzmunca bir-birinə çox bənzəyirlər. Zakirin burada etdiyi yenilik də ondan ibarətdir ki, o minillik bir ağrını qoşma janrına gətirmiş olur. Əvvəllər bu cür ağır fəlsəfi və dərin eşq izdirabları ərəb-fars tərkəbli çətin anlaşılan qəzəllərdə istifadə olunurdu. Amma Zakir bunu xalq ruhuna daha yaxın olan, öz vəznimiz olan heca vəzninə qoşma janrına gətirmiş oldu. Burada canlı təsvirlər var, təbii ki, rəngin heyvaya dönməsi kimi bənzətmələr klassik poeziyadan gəlir, amma təbii ki, Zakirin dilində daha şirin, daha canlı, daha insani səslənir. O ilahi eşqdən daha çox real insanın, yəni aşiqin fiziki və mənəvi izdirablarını təsvir etmiş olur. Şeirimizdə rədif də var, bədii sual da var. Əsərimizin həm bədii sualıdır, həm də rədifidir, dedin nə dedi ifadəsi. Biz deyə bilərik ki, əsəri biz dedin nə dedi deyə adlandıra bilərik, amma əsərin təbii ki, adı birinci misra əsasında adlandırılmışdı. Qasım bəy Zakirin bədii suallardan istifadə etməsi də izləyicini bir gözlənti içərisində, intizar içərisində saxlaması ilə əlaqəli olan bir şeydir və hər bəndin sonunda verilməsi də bir dramatiklik yaradır əsərdə. Sanki bir yarımçıq qalmış dialoqu xatırlatır. Şeirdə alınma sözlər var. Məsələn, dərdi dil ifadəsi var, büt ziba var, asiman, mina, gərdən. Sonra burada rəngi al ifadəsi, heyva burada təzad yaratmış olur. Pay bəstə, dil şikəstə, bəstəri möhnət, şəhla, sərasər, şəms mah, xublar şahı ifadələri var ki, məsələn, burada bimar var, nüsxə-i hüsn ifadəsi var, təndə buxar, sərimdə sevda kimi ifadələr var ki, alınma sözlərdir, amma şeirin dilinə ağırlıq gətirmir. Biz şeiri ilk misradan son misraya qədər başa düşürük, anlayırıq, aşiqin ifadə etdiyi fikirləri qəbul edirik. Başa düşürük ki, o gecə-gündüz ah-nalə edir, qarşı tərəfdən cavab gözləyir, amma cavab ala bilmir. Hər bəndin içərisində bədii sual var, amma hər misrada varmı? Təbii ki, xeyr. Birinci bəndin ikinci, dördüncü, ikinci bəndin ikinci, dördüncü, üçüncü bəndin ikinci və dördüncü, digər bəndlərin isə sonuncu misrasında bədii sualdan istifadə olunmuşdu. Eyni zamanda deyə bilərik ki, dedin nə dedi ifadəsi əsərimizin rədifidir. Bəli, Badi Səba mənim dərdi dilimi qoşması rədifli əsərdir.
Əsər birinci misra əsasında adlandırılmışdı. Badi səba, mənim dərdi dilimi birinci misra əsasında adlandırılmışdı. Amma digər ad olaraq rədifdən istifadə olunana görə bilirik ki, bir çox qoşma janrında yazılan əsərlər rədif əsasında da adlandırılır. Biz dedin nə dedi də deyə bilərik əsərə ikinci ad olaraq. Çünki bir çox qaynaqlarda mötərizə içərisində dedin nə dedi ifadəsindən də istifadə olunur. Amma ümumiyyətlə deyə bilmərik ki, əsər dedin nə dedi deyə adlandırılmışdı. Əsərdə bədii təsvir ifadə vasitələrindən yetəri qədər istifadə olunmuşdu. Misra-misra gedək, izah edək, məzmunu anlayaq, sonra da birinci misrada badi səbaya müraciət var. Badi səba, mənim dərdi dilimi, ol büt-i zibaya dedin, nə dedi? Deyir, ey səhər küləyi, mənim ürək dərdimi o gözəl bütə sevgiliyə söylədinmi, dedinmi? Bəs o nə cavab verdi? Burada büt Buddizm dininə məxsus olan bir termindir, bir ifadədir. O sevgilini o qədər yüksək dəyərləndirir ki, onu sitayişə layiq biri kimi təsvir edir və onu gözəllik ilahəsi, gözəl büt kimi təsvir edir. Ah naləm asimana yetdin, gərdəni minaya dedin, nə dedi? Mənim ah fəryadımın göylərə çatdığını o büllur boyunlu gözələ söylədinmi? Eşidəndə nə dedi? Nə reaksiya verdi? Burada asiman göy deməkdir, gərdən boyun, mina da büllur şəkab deməkdir. Onu boynu büllur gözəl. Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Deyir o zalım gözəlin ayaqlarına qapanıb, mənim halımın necə olduğunu ona bildirdinmi? Burada ayağa qapanan aşiq deyil. Burada aşiq deyir ki, ay Səba, sən onun ayağına qapanıb mənim halımın necəliyini ona dedinmi? Onun həsrətindən rəngi alımın, döndüyün heyvaya dedin nə dedi? Deyir, onun ayrılıq həsrətindən al qırmızı rəngim, yəni sağlam rəngim heyvaya dönübdü. Bunu eşidəndə o nə dedi? Nə? Görsəydin, varmı məni bimarə, nüsxə-i hüsnündə onun bir çarə. Deyir, baxıb görəydin ki, onun gözəllik nüsxəsində, tilsimli çöhrəsində mənim kimi bir xəstə üçün bir dərman, bir çarə varmı? Dildə izdirabə, təndə buxarə, sərimdə sevdaya dedin nə dedi? Deyir, könlümdəki izdirabı, bədənimdəki həsrət alovundan yaranan hərarəti və başımdakı eşq sevdasını ona söylədinmi? Onu sərimdə sevda adlanır, yəni başındakı sevda. Qəm əlindən pay bəstə olduğum, hal pərişan, dil şikəstə olduğum. Deyir, qəm kədər əlindən ayağımın bağlı qaldığını, çarəsizliyimi, halımın pərişan, könlümün isə qırıq olduğunu ona dedimmi? Bəstəri möhnətdə xəstə olduğum, gözləri şəhlaya dedin nə dedi? Müsibət və dərd yatağında deyir, xəstə yatdığımı, şəhla gözlü gözələ söylədimmi? Qarşılığında nə dedi? Burada payı bəstə, ayağı bağlı deməkdir. Hal pərişan, dil şikəstə, qəlbi qırıq, qırıq qəlbli, könlü qırıq bu mənaları ifadə edir. Və bəstəri möhnətdə dərd yatağı, müsibət yatağı mənalarını ifadə edir. O deyir ki, müsibət yatağında, dərd yatağında xəstə olduğumu şəhla gözlü gözələ dedin. Nə dedi? Burada şəhla tünd mavi rəng mənasını. Sərasər fələyin şəms-i mahına, tamam yeryüzünün qibləgahına. Deyir ki, göylərin günəşi və ayı sayılan və bütün yeryüzünün qibləgahı, yəni səcdəgahı olan sevgiliyə zakirini əhvalını, Xublar şahı, burada Xublar şahı, xub ümumiyyətlə yaxşı deməkdir. Amma burada ifadə olunan fikir belədir, gözəllər şahı mənasını ifadə edir. Deyir, sərasər, bütünlükdə fələyin, yəni göylərin günəşinə, ayına, sevgilini yeryüzünün qibləgahı, yəni səcdə olunan yeri kimi adlandırır. Zakirin əhvalını, gözəllərin şahını ağlaya-ağlaya dedin. Badi səba mənim dərdi dilimi ilk misra əsasında adlandırılmışdı. Qoşma janrındadır, heca vəznindədir, tərənnüm əsasında yazılmışdı. 5 bənddən ibarətdir və rədifli şeirdir. Rədifimizdə dedin nə dedi hissəsidir. Dedin nə dedi əsərin həm rədifidir, həm də bədii sualdır. Əsərdə bədii təsvir ifadə vasitələrindən də istifadə olunmuşdu. Mübaliğədən, təşbehdən, inversiyadan, bədii suallardan da yetər qədər istifadə olunmuşdu. Bədii suallar əsərin ilk bəndindən son bəndinə qədər var. Bütün bəndlərdə istifadə olunub, amma bütün misralarda istifadə olunub desək səhv etmiş olarıq. Birinci bəndin ikinci və dördüncü misrasında, ikinci bəndin ikinci, dördüncü misrasında, üçüncü bəndin ikinci və dördüncü, digər bəndlərində sonuncu misrasında bədii sualdan istifadə olunmuşdur. Dedin nə dedi rədifidə, ikinci və dördüncü misrada, birinci bənddə və digər bəndlərində dördüncü misrasında istifadə olunmuşdur. Burada sarı rənglə işarələdiyim sözlər də çətin anlaşıla biləcək sözlərdir. Təbii ki, alınma sözlərdir və mənalarını da həm açıqlama qismində, həm də burada tək-tək deyəcəm. Dilinə ağırlıq gətirmir. Biz əsəri ilk bənddən son bəndə qədər rahatlıqla başa düşürük. Burada bir aşiqin ürək çırpıntılarını ifadə etdiyi fikirləri rahatlıqla anlaya bilirik. Yəni dilə ağırlıq gətirmir. Badi səba müraciət obyektimizdir. Əsərin müraciət obyekti var. Möhür bənddən müəllif öz adını çəkir, təxəllüsünü yox, öz adını çəkir, amma özünə müraciət etmir. Dərd dil ürəyimin dərdi, büt-i ziba gözəllik ilahəsi və yaxud da gözəl büt mənasını ifadə edir. Asiman göy, yəni burada ah naləm asimana yetdiyin ifadəsi həm bədii ifadə vasitəsi olaraq mübaliğə nümunəsidir, həm də gərdəni mina, gərdəni büllur mənasını ifadə, yəni boynu büllur, gözəl anlamına gəlir.
təzaddan da istifadə olunub. Onun həsrətindən rəngi alımın döndüyün heyvaya dedin nə dedi? Bu adam bir zamanlar sağlam idi, rəngi al rəngdə idi, yəni sağlam rəngdə idi. Amma aşiq olandan sonra, dərd yatağına düşəndən sonra rəngi solmuş, heyvaya dönmüşdü. Burada bir təzad var. Nüsxə-i hüsn tilsimli çöhrə, bimar xəstə, təndə buxar, dərisindəki buğ. Tən insanın dərisi mənasını ifadə edir. Sərimdə sevda, başımdakı sevda. Payı bəstə, ayağı bağlı, dil şikəstə, qəlbi qırıq, könlü qırıq mənalarını ifadə edir. Bəstəri möhnət, qəm yatağı, şəhla tünd mavi rəng, sərasər bütünlükdə şəms, mah, şəms, günəş, mah da ay mənalarını ifadə edir. Burada xublar şahı da gözəllər şahı mənasını ifadə edir. Və dediyimiz kimi şeir başdan sona qədər bədii suallar üzərinə qurulmuşdur. Bu şeirə bir hüzün gətirmiş olur və yarımçıq qalmış bir dialoqu xatırladır. Bu qədər izahımız. Ümid edirəm ki, bəyəndiniz. Ümid edirəm ki, sizlər üçün bir faydası oldu. Əgər bəyəndinizsə, like atmağı, kanala abunə olaraq mənə dəstək olmağı unutmayın və növbəti videoda hansı mövzuda video çəkim deyə fikirlərim varsa, mənimlə rəy bölməsində paylaşa bilərsən. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.